Başlayaq Monqolların Azərbaycana birinci yürüşlərindən. Bayaqları izah edəndə qeyd etdik ki, Monqollar Azərbaycana gəlib cənub torpaqlarından. Düzdürmü? Monqollar Azərbaycana 3 yürüşü olub. Birinci yürüşü adlanır, kəşfiyyat xarakteri daşıyır. 1220-dən 1222-ci ilə qədər. Monqolların ilk yürüşündə kimlər dedik başçılıq edirdi? Cəbə və Subutay. Dəvə və Subutay, bəli, Monqol sərkərdələri başçılıq edirdi. Kəşfiyyat xarakteri daşıyan yürüş idi. Monqolların bu qədər asanlıqla gəlməsinin səbəbi nə idi? Bayaqları qeyd etmişdik. Monqollar Azərbaycana gələndə hansı dövlətlər vardı? Atabəylər dövləti. Ay, sağ ol. Bir Atabəylər, bir də ekranda göstərir, baxın. Şirvanşahlar dövləti. Şirvanşahlar, bəli. Atabəylər və Şirvanşahlar. Monqollar Azərbaycana gələndə bu iki əsas dövlət var idi. Bir də dedik Axsunqurilər sülaləsi. Axsunqurilər də Rəvadilər dövləti süqut edəndən sonra Marağada onların nəslindən qalan nümayəndələr idi Axsunqurilər. Yəni əsas bunlar üçü idi. Cəbə və Subutayın kəşfiyyat xarakteri daşıyan yürüşü odur ki, gəldilər Azərbaycanda siyasi, iqtisadi, mədəni vəziyyəti gördülər və Monqolların birinci yürüşü başlayır bayaqları qeyd etdiyimiz kimi Azərbaycanın cənub istiqamətindən. İlk yürüşlərə 1220-ci ildə başlayan Monqollar Zəncan, Ərdəbil, Sərab. Ekranda xəritədə görürsünüz. Zəncan, Sərab, Ərdəbil. Cənubi Azərbaycan bu üç şəhərin talan etdikdən sonra istiqamət apardılar Təbrizə. Təbii ki, Təbrizi tutmaq bu qədər də asan deyildi. Təbriz həmin dövrdə həm Eldənizlərin mərkəzi idi, həm də möhkəm qala divarları ilə müdafiə olunurdu. Təbrizi müdafiə edən şəhər hakimi Şəmsəddin Tuğrayı idi. Yəni Təbriz özü qeyd etdiyimiz kimi Eldənizlərin mərkəzi olsa da, şəhərin hakimi Şəmsəddin Tuğrayı idi. Əhali şəhərin müdafiəsinə qalxdı, amma şəhər xərac verməklə Monqolların birinci yürüşündə 3 dəfə dağıntılardan xilas oldu. O da Şəmsəddin Tuğrayının başçılığı ilə. Təbrizdən sonra Monqollar başladılar Muğan istiqamətinə yürüş etməyə. Muğan istiqamətinə yürüş edən Monqollara belə bir məlumat çatdı ki, Atabəy hökmdarı Özbək, yəni Eldəniz hökmdarı Özbək, Gürcü çarı 4-cü Georgi ilə Monqollara qarşı ittifaq yaradıb. Təbii ki, buna bir qədər Monqollar qəzəbləndi və Muğan istiqamətindən birbaşa yürüş etdilər Gürcüstana. Tiflisi görürsünüz ekranda. Birbaşa Gürcüstana yürüş etdilər və Gürcüstana yürüş etdilər. Gürcü hökmdarı 4-cü Georgini məğlub etdilər. Sonra geri qayıtdılar Azərbaycana, Atabəy hökmdarı Özbəyi də məğlubiyyətə uğratdılar. Atabəy Özbəy məğlub olandan sonra yenidən Gürcülər, üzr istəyirəm, Monqollar Təbrizi mühasirəyə aldılar. Təbriz bu dəfə də, yəni 1221-ci ilin yazında xərac verərək Təbriz şəhəri dağıntılardan xilas oldu. Təbrizdən sonra Monqollar yürüş etdi Marağaya. Marağa da xəritədə qeyd olunub. Marağaya yürüş etdilər və Marağa şəhəri xərac vermədi. Monqollar tərəfindən ciddi dağıntılara məruz qaldı. Marağadan sonra Monqolların əsas hədəfi oldu Ərdəbil şəhəri. Ərdəbilyə bir sual verim sizlərə. Ərdəbil Azərbaycanda hansı feodal dövlətlərin paytaxtı olmuşdu? Hansı feodal dövlətlərin paytaxtı olmuşdu? Sacilər, Salarilər. Sacillərin, aha, Bir də Salarilər. Salarilərin, bəli. Hətta Rəvadiləri də deyə bilərik. Çünki Rəvadi birinci Ərdəbil olur, sonra hansı şəhər olur? Təbriz. Təbriz, ay sağ ol. Sonra olur Təbriz şəhəri. Və Monqollar gəldi, Ərdəbili mühasirəyə aldılar. 2 dəfə Ərdəbil Monqolların hücumunu dəf etdi. Artıq 3-cü yürüşdə, yəni 3-cü dəfə hücumda, yürüş deməyək, hücumda artıq Ərdəbil şəhəri qarət olunmuşdu. Bayaq qeyd etmişdim, keçən illəri 8-ci siniflərin birinci mərhələdə olimpiyada sualı idi. Sualda deyirdi ki, Monqolların 2 yürüşün dəf edən, 3-cü dəfə ələ keçirilən şəhər. Söhbət Ərdəbildən gedir. Ərdəbil. Bəli, Ərdəbil. Amma mən Təbriz düşünürdüm, siz deməmiş.
Məsələn, belə bir sual düşsəydi, Təbriz yazardınız, yoxsa Ərdəbil yazardınız? Mən olsam Təbriz yazardım, amma dəf etməyə fikir versəydim əgər bəlkə Ərdəbil yazmış olardım. Ay sağ ol, bəli. Təbriz Monqolların ikinci yürüşündə işğal olunur. Birinci yürüşündə ümumiyyətlə tam 3 dəfə xərac verərək öz belə deyim də idarəçiliyini qoruyub saxlayır. Ərdəbil Monqolların ilk yürüşündə Yaqut ərəb müəllifi Yaqut Əl-Həməvi məlumat verir ki, Ərdəbil şəhərini ələ keçirən Monqollar burada kişi əhalini qılıncdan keçirmişdilər. Yəni ciddi şəhər dağıntılara məruz qalmışdı. Ondan sonra Monqollar Ərdəbildən artıq Sərab və Naxçıvana yürüş etdilər. Ekranda xəritəni göstərməkdə məqsədim odur ki, hansı şəhərin adını desək xəritədə diqqətli olun. İmtahana Monqol yürüşlərindən, xəritə suallarından düşür. Sərab və Naxçıvandan sonra 1221-ci ildə Monqollar Beyləqanı. Beyləqan da xəritədə görürsüz. Beyləqan Kür və Arazın ortasında yerləşən bir ərazidir. Beyləqan şəhərini qarət olunub. Baxın, xəritədə görürsüz. Beyləqana gedən mavi bir xətt var. Üzərində 1221 yazıb. Görürsüz? Yəni Beyləqan istiqamətinə 1221-ci ildə Monqollar yürüş etmişdi. Beyləqandan sonra bunlar gəldilər artıq Gəncə istiqamətinə. Gəncəni 1221-ci ildə Gəncəni də mühasirəyə aldılar, amma Gəncə xərac verərək dağıntılardan xilas oldu. Yəni bir sözlə Monqolların birinci yürüşündə Təbriz şəhəri 3 dəfə xərac verərək xilas oldu. Gəncə şəhəri də bir dəfə xərac verərək xilas oldu. Gəncədən sonra Monqollar yürüş etdilər Şirvana. Şirvan ərazisi ciddi dağıntılara məruz qaldı və Şirvanı da qarət etdikdən sonra Monqollar Dərbəndi ekranda görürsüz. Dərbənd yolu ilə Azərbaycandan çıxıb getdilər. Təbii ki, Dərbənd yolu ilə gedəndə hiyləyə əl atdılar. Şirvanşahlara məlumat göndərdilər ki, biz elçilərinizi göndərin, sülh bağlayaq. Bunlar da elçi göndərirlər 10 nəfərdən ibarət. Monqollar nə Amma edir? sülh bağlamırlar. Bəli, Sülh bağlamır. bağlamırlar, onların birini öldürürlər, Bəli, bəli. sonra ələ keçirirdilər. Birini öldürürlər, digərlərinə də deyirlər ki, bizə Dərbənd yolundan çıxıb gedəcəyimiz bir yolu göstərin. O dövrdə Dərbənd hakimi bilirdi. Dərbənd istiqamətindən yolu Şirvanşahlar da bilirdi, Dərbənd hakimliyi də bilirdi. Bəzi mənbələr qeyd edir ki, Monqollar Şirvanşahlarla yox, Dərbənd hakimliyinə deyiblər ki, elçi göndərin, sülh danışıqları aparaq. Yəni Dərbənd hakimi də ola bilər, Şirvanşahlar da ola bilər. Və elçilərin birini öldürdülər, digərlərinə də məcbur etdilər ki, şimala gedən yolu bizə göstərin və Dərbənddən şimala keçib Azərbaycanı tərk etdilər. Görürsüz, cənubdan gəldilər, cənub, Zəncan istiqamətini görürsüz, cənubda. Cənubdan gəldilər, şimal istiqamətindən yuxarıdan getdilər. Yəni xəritəni ən yaxşı yadda saxlayacağınız formada. Cənubdan gəldilər, artıq Şirvan ərazilərində qarət etdikdən sonra Dərbənd istiqamətindən Azərbaycanı tərk etdilər. Monqollar Azərbaycanı tərk etdikdən sonra 1222-də Azərbaycan 3 ildən sonra 1225-də Cəlaləddinin hücumuna məruz qaldı. Cəlaləddin də Xərəzmşah Cəlaləddin. Bu arada Xərəzmşah Cəlaləddin türk hökmdarı olub. Yəni bəzən tələbələr bunu qarışdırır, deyir ki, müəllim Monqol hökmdardır. Xeyr, Monqol deyil. Xərəzmşah Cəlaləddin Xərəzm türklərindən, o da Mərkəzi Asiyada mövcud olan dövlət olub. 1225-ci ildə Cəlaləddin Azərbaycana böyük bir qoşunla yürüş etdi və gələndə ilk olaraq Marağa şəhərini işğal etdi. Görürsüz, Marağa şəhəri ekranda qeyd olunub. Deməli, gəldilər və səsim aydın gəlir. Aha. Gəldilər və Marağa şəhərini ələ keçirdilər. Cəlaləddin Marağa şəhərini ələ keçirəndən sonra burada bərpa işlərini gördü. İndi bu sualı sizə vermək istəyirəm. Cəlaləddin niyə Marağa şəhərini bərpa elətdirdi? Səbəb nə idi? Əhalinin gözünə girmək üçün. Bəli, əhalinin gözünə girmək üçün. Yəni, əhalini öz tərəfinə çəkmək üçün. Doğrudur. Marağanı bərpa etdirdi və Marağa şəhərini bərpa etdirəndən sonra oradan yürüş etdi Təbriz şəhərinə.
O dövrdə Təbriz şəhəri, indi desəz ki, bəs Şəmsəddin Tuğrayı hardaydı? Şəmsəddin Tuğrayı Monqollara xərac verən şəhər hakimi olmuşdu. O da hətta vəfatından sonra Monqollar Təbriz şəhərində indi qeyd edəcəyik ikinci yürüşdə işğal etmişdilər. Təbrizə yürüş etdi və Təbriz əhalisi 7 gün Cəlaləddinə qarşı mübarizə apardı. Təbii ki, indi belə bir sual yaranır ki, Təbriz əgər Eldənizlərin paytaxtıdırsa, Eldəniz hökmdarı hardaydı? Eldəniz hökmdarı Atabəy Özbək Cəlaləddinin gəlmə xəbərini eşidib, hara qaçdı? Əlincə qalasına qaçdı. Əlincə qalası da harada yerləşir? Naxçıvanda onu bir yaxdayız. Naxçıvanda. Bəli, Naxçıvanda yerləşir və Əlincə qalasına qaçdı. Şəhər 7 gün Cəlaləddinə qarşı mübarizə apardı. Amma şəhər əyanları gizlincə Cəlaləddinlə saziş imzaladılar və Cəlaləddin Təbriz şəhərini işğal etdi. 1225-ci ildə Cəlaləddin yürüş etdiyi ildə Atabəylər dövləti də süqut etdi. Atabəylər, yəni Eldənizlər dövləti və 2 il sonra da 1227-də Axsunqurilər, bayaqlar qeyd etdi ki, Monqolların birinci yürüşündə Axsunqurilər sülaləsi də vardı. O da süqut etdi. İndi sizə belə bir sual deyək. Yaxşı, Axsunqurilər də, Atabəylər də süqut etdi. Şirvanşahlar nə baş verdi ki, Şirvanşahlar yenə də öz müstəqilliyini qoruyub saxladılar? Səbəb nə idi? Onlardan asılı qəbul elədilər də. Asılılığı qəbul etdilər, bəli. Neçənci ildə? 1227-də elə. 1227-ci ildə, bəli. 1227-ci ildə bunlar 100.000 dinar xərac ödəmək şərti ilə asılılığı qəbul etdilər. İndi bəs mən belə bir sual da deyək. Cəlaləddin yaxşı gəldi, Marağanı bərpa etdirdi. Düzdür, Azərbaycanda mövcud olan dövlətlərə də son qoydu. Bəs nə baş verdi ki, Xərəzmşahlara qarşı Azərbaycanda üsyanlar olurdu? O üsyanların səbəbi nə idi? Özbaşınalıq idi də, yəni. Onun vəziri idi, yoxsa kimisə özbaşınalıq eləyirdi. Bəli, vəziri Şərəf Əl-Mülkünün özbaşınalığı. Yerli əhali üsyanlar qaldırırdı, doğrudur. Əsas üsyanlar hansı şəhərlərdə olub Cəlaləddinə qarşı? Müəllimə, Bərdədə idi. Xoy, Mərənd, Naxçıvan, yadıma gəldi. Gəncə var idi. Gəncə, Təbriz, Xoy, Mərənd, Naxçıvan. Xoy, Mərənd, Naxçıvanda, bəli, Gəncədə, bir çox ərazilərdə Cəlaləddinin yeritdiyi siyasətə qarşı üsyan olmuşdu. Doğrudur. İçərilərində ən çox fərqlənən üsyan Gəncə üsyanı idi. Gəncədəki üsyanı Usta Bəndər başçılıq edirdi 1231-ci ildə. Üsyanın nəticəsi nə oldu? Üsyanın nəticəsi oldu ki, Üsyan çətinliyi yatırıldı da. Bəli, üsyan yatırıldı, üsyan yatırıldı, Usta Bəndər hətta öldü, edam olundu, yəni ağır cəzalar verildi üsyançılara və sadəcə bu üsyanlar bizə nəyi göstərdi? Bu üsyanlar göstərdi ki, Cəlaləddinin Azərbaycanda hakimiyyəti möhkəm əsaslara deyil. Yəni, Cəlaləddin Azərbaycanda hakimiyyəti güclü deyil. Bu üsyanlar bunu göstərdi. Cəlaləddin niyə Azərbaycanı tərk etdi? Monqollar yürüş eləyirdi ona görə. Bəli, Monqolların xəbər eşitdi ki, 1231-də Monqollar gəlir. Monqolların ikinci yürüş xəbərinə görə Cəlaləddin Azərbaycanı tərk etdi. Doğrudur. Deməli belə. Bu da Monqolların 1231-ci ildə başlayan ikinci yürüşü. İndi belə bir sual meydana gəlir. Bu sualı deyim, kim əgər bilirsə cavablasın, mən özüm də izah edəcəm. Monqolların yaxşı birinci yürüşündə dedik Şirvanşahlar vardı. Axsunqurilər, bir də hansı vardı? Eldənizlər. Bəs Monqolların ikinci yürüşündə Azərbaycanda hansı dövlətlər vardı? Yoxsa dövlətlər olmuşdu? Vahid dövlət yox idi. Vahid dövlət yox idi. Bəs hansı dövlət vardı? Sadəcə Şirvanşahlar var idi də. Sadəcə Şirvanşahlar. Şirvanşahlar bu qədər uzun müddət hakimiyyətdə saxlayan nə ola bilərdi?
Niyə hər dəfə Onların uzun aslını müddət alır? qəbul etməlidir. Bəli, tamamilə doğrudur. Asılılığı qəbul etməkləri. Yəni Şirvanşahlar Azərbaycana kim hücum edib? Hər bir dövlətlə diplomatik əlaqələr saxlayıblar. Başlayıb Monqolların Əslində yaxşı bir şey eləyib. necə? Əslində yaxşı bir şey eləyib. Əlbəttə ki, diplomatik bacarıqları çox üstün olub Şirvanşahların. Və başlayıb Neçənci bunların illərdə qədər hakimiyyətdə qalmışdı Şirvanşahlar? Şirvanşahlar 1538-ə qədər. 1538. Yaranma ilində deyim 861. Yadıma düşdü. Bəli. 3 sülalə vardı. Məzyədilər, Kəsranilər, Dərbəndilər. 3 sülalə. Keçmişdik onu. Keçmişdik. Bəli. Bəli. O mövzular. Şəki hakimliyi də var axırda. Bəli, bəli. Və ikinci yürüşü qeyd etmişəm burada da möhkəmlənmə xarakteri daşıyırdı. 1231-39-cu illəri yürüş əhatə edir. Möhkəmlənmə xarakteri nə deməkdir? Yəni birincidə gəldilər, kəşfiyyat apardılar. Bölgənin siyasi-iqtisadi vəziyyətini öyrəndilər, yolları öyrəndilər artıq və ikinci möhkəmlənmədir. Möhkəmlənmə nədir? Artıq bu yürüşdə qərar verdilər ki, Azərbaycan tamamilə işğal olunmalı idi. İndi belə bir sual qoyaq. İkinci yürüşdə Monqollar məqsədlərinə nail ola bildilərmi? Yəni Azərbaycanı tamamilə işğal etdilərmi? Bəli. Bəli, işğal etdilər. Monqolların yürüşləri dövründə 1231-də bu yürüş etdi Cormoğon noyonu. Cormoğon noyon Monqollarda ordu birləşməsinin adı idi. Yəni hərbi birləşmələr onlarda noyonlar adlanırdı. Cormoğon noyonunun başçılığı ilə bunlar yürüş etdilər 1231-də və yürüş edən kimi ilk olaraq hansı şəhərlərimiz hücuma məruz qaldı? Reylə Həmədan. Rey, Həmədan, bəli. Həmədan. O hansı dövlətin paytaxtı idi? Rey və Həmədan. Rey şəhəri deməli Nişapur, Rey, o olub Səlcuqların. Amma Səlcuqlarda bəli. Rey şəhəri Reydən Səlcuqlar. Nişapura köçürmür. Yox. Bəli. Nişapurdan Reyə Nişapurdan köçürmür. Reyə Mingötürkdə. Bəli, bəli. Mingötürk. Həmədan şəhəri də paytaxt olub Eldənizlərin. Məhəmməd Can Pəhləvan dövründə Eldənizlərin paytaxtı Həmədan idi. Bəli. Deməli belə, Rey və Həmədandan artıq ərazilər tutduqdan sonra 1231-də Azərbaycana hücum etdilər, yəni Azərbaycana yürüş etdilər və bu ikinci yürüşündə bunlar yenə də gəldilər Marığa və Təbrizə. Bu dəfə Təbriz şəhərini tuta bildilər. Niyə? Sizcə niyə bu dəfə tuta bildilər Təbrizi? Çünki onu yəni qoruyan biri yox idi də, ölmüş. Yəni xərac verə biləcək kimsə yox. Rəhmətə getmişdi. Şəmsəddin idi, kim idi o? Ölmüşdü deyə yəni qoruyan yox idi. Bəli, tamamilə doğrudur. Təbrizdə şəhər hakimi Şəmsəddin Tuğray vəfat etmişdi. Şəhəri qoruyan olmadığına görə şəhəri asanlıqla tuta bildilər. Və Təbrizdəki sənətkarların çoxu əsir alındı. Monqolların paytaxtı Qaraqoruma göndərildi. Yəni Monqollar yalnız əraziləri talan etməklə kifayətlənmədilər. Orada həqiqətən də Monqollar getdikdən sonra bəzi şəhərlər vardı, heç bir müddət özlərinə, yəni bərpa oluna bilmədilər. Qaraqoruma göndərəndən sonra sənətkarlar 1235-də Gəncəyə yürüş etdilər. 1235-dən 39-a qədər Gəncə 4 il müddətində dağıdılmış vəziyyətdə qaldı. 4 il müddətində. Baxın, burada qeyd etmişəm. Gəncəni işğal etdilər. Gəncə 35-ci ildə işğal olundu və 4 il müddətində Gəncə dağıdılmış vəziyyətdə qaldı. 39-da da sonuncu olaraq Dərbəndi işğal etdilər və Dərbəndin işğalı ilə Azərbaycan işğalı başa çatdırıldı. Dərbənd Azərbaycanın hansı qapısıdır? Dərbənd Azərbaycanın şimal qapısıdır. Dərbəndə mənbələrdə Alban qapısı da deyirlər, Hun qapısı da deyirlər, Dəmir qapı da deyirlər. Fərqli formada adları var. Və Dəmir qapı Dərbənd adda qalıb mənə. Dəmir qapı. Ərəblər Bab əl-Əbvab, yəni mənası qapılar qapısı deyirdilər. Dərbəndin işğalı ilə Monqollar Azərbaycan işğalını başa çatdırdılar. Və Azərbaycan kim tərəfindən idarə olundu Monqolların tərkibində? Ali Monqol xaqanlığı tərəfindən. Ali Monqol xaqanlığının, bəli, canişinləri tərəfindən Azərbaycan idarə olundu. Neçənci illərdə? 1239-1256. Bəli, 1239-dan. Üçüncü yürüşə kimi.
Bəli, bəli. Üçüncü yürüşə kimi artıq Ali Monqol xaqanının canişinləri Azərbaycanı idarə etmişdilər. Yaxşı, belə bir sual da verək. Əgər Ali Monqol xaqanının canişinləri Azərbaycanı idarə edirdisə, bu idarəçilik dövründə hansı tədbirlər keçirdilər? Müəllim, Bəli. belə bir şey aklıma gəlir. Hədiyyələr verirdilər, hədiyyələr. Aha. Bir də yarlıq adlanan bir fərman var idi. Hətta onu keçmişdik o bir dəstə. Mən çaşırdım mesela yarlıqdan başqaq. Yarlıq adlanan fərman verirdilər. Bununla da vergilərini azad olurdular. Bəli, tamamilə doğrudur. Yarlıq adlanan fərman verməklə onlar bir növ toxunulmazlıq yükü əldə edirdi. Yəni ən azından öz mülklərini idarə etməyi bacarırdılar. Çünki həmin dövr Azərbaycanda feodalizm mərhələsidir, bilirsiniz. Feodalların özlərində mülkləri var. Yarlıq verməklə onlar icazə sənədi olaraq mülklərini idarə edirdilər. Və hər dəfə Monqollarda xaqan seçiləndə, xan seçiləndə feodallar orada iştirak etməli idilər. Deməli belə. Və 1256-ya qədər qaldıq Monqolların Ali Monqol xaqanlığının idarəçiliyi dövründə. 1256-da artıq kim gəlir? Üçüncü yürüşlə Hülakü xan gəlir. Bəli. 58-də Elxanilər dövlətinin tərkibinə qatılır. Bəli, bəli. Hülakü xan gəlir, 56-da artıq Azərbaycan tam tabe edir, 58-də də Abbasilər xilafətinə son qoymaqla nə baş verir? Abbasilərə son qoymaqla deməli Azərbaycanda Azərbaycan torpaqları hesabına 5-ci Monqol ulusunu yaradır. 5-ci Monqol ulusu da hansı dövlətdir? Hülakilər dövlətidir. Burada bəzi testlərimiz var. Bu testlərimizi istəyirəm baxaq. Birinci suala baxın. Evet. İkinci yürüşə aiddir. A variantı aid deyil. Aha, ikinci Niyə yürüşə. deyim müəllimə? Monqolların birinci yürüşündən fərqli olaraq ikinci yürüşü. Sizdən ikinci yürüşünü istəyir. Müəllimə Atabəylər cavab dövləti 1225-də onsuz gedib, yəni buna aid deyil. Gəncənin ələ keçirilə bilməməsi cəlalətdir. Getirirlər. Aha. Hansı olacaq indi? Öz var, hamı Zəruri iştirak sınıfa- etsin. C ilə Y arasında qalmışam. Gəncənin ələ keçirilə bilməməsi. Gəncə axı Gəncə yox, birinci Xarəzmçə dövlətində olur. Xarəzmçə dövlətində. Burada həm Bu Y variantıdır. Burada həm qeyd olunub ki, qızlar, ümumiyyətlə tələbələr, burada qeyd olunub ki, Gəncənin ələ keçirilə bilinməməsi. İkinci yürüşündə keçirdilər axı Gəncəni ələ. Bəli. Yəni C variantı deyil. Hansı variantdır? Fikirləşin. Y variantı. Y variantı. Niyə Cəlaləddin Azərbaycanın ərazisində qalığına son qoymadılar? Hə, Qoyublar, bəli. ikinci yürüşündə, bəli, bəli, doğrudur. Birinci yürüşündən fərqli olaraq ikinci yürüşündə onlar gəlir deyə Cəlaləddin Azərbaycanı tərk edir. Qəbul nümunəsinə oxşar olan bir sual idi. Bunu bəzən tələbələr qəbul etmirlər. Deyirlər ki, Cəlaləddin Azərbaycana yürüşü Monqollardan əvvəl olub. Amma indi bu Monqolların gəlməsini eşitdi ki, getdi də, düzdürmü? Monqolları böyük qüvvə ilə gördü və Azərbaycanı tərk etdi. Bəli, ikinci yürüşündə Cəlaləddin Azərbaycan ərazisində ağalığına son qoyuldu. 1231-ci ildə. İkinci suala baxın. Müəllimə, hakimiyyət deyəndə bu dövlət yaranandan sonra deyir. Hülakü xanın fərqi yoxdur, bəli. Həm dövlət yaranandan sonra, həm də öncəki dövrü. Öncəki dövrünü də götürə bilərsiniz. Bəli. Ya adı ya da dövrü. Mən C düşünürəm. Abbasilər xilafəti demədiniz ki, varlığına son qoyuldu ikinci yürüşdə. Həm 1258. Hülakü xan varlığına son qoyub. Deyir ki, aid deyil. Aid olmayanı götürəcəksiniz. Kəndliləri yaşayış yerinə təhkim olunması fərmanını verən kim idi? Arğun ağa. Qazan xan. Hülakü hökmdarı Qazan xan. Yadınızdadır, Hə, adını da elə dəyişmişdi İslamı qəbul edəndən sonra. Mahmud adını qəbul etmişdi. Bəli. Qazan xan bu Monqolların artıq 3-cü yürüşündən sonra dövlət yaratdıqları dövrdür. Qazan xan fərman verərək 1303-cü ildə kəndliləri yaşadığı yerə təhkim etdi.
1303-cü il. Bəli, ayda. Mən danışmışam özdə o dərsi. Bəli. Ona görə burada D variantı Hülaç Səhvdir. xanın hakimiyyətinə aid deyil. Onu da qeyd edim ki, yaddan çıxarmayın. Baxın, Hülaçı xan köçəri feodallara arxalanırdı. Yəni köçəri feodallara uyğun siyasət yürüdürdü. Qazan xan isə yerli feodallar. Bunları bir-biri ilə qarışdırmayın. Hülaçı xan köçəri feodallar, Qazan xan isə yerli feodallar. Onlara uyğun qərarlar verirdi. Hülaçı xan köçəri feodallar, yəni Azərbaycan ərazisində köçüb gətirdiyi Monqollara, köçüb gətirdiyi feodallara uyğun qərarlar verirdi. Amma Qazan xan yerli feodallar. Sonra 3-cü suala baxın. Burada A'dır müəllimə cavab. Monqolların Azərbaycana birinci yürüşünə aid deyil, bəli, A variantıdır. Təbriz şəhərinin, Dərbənd şəhərinin ələ keçirilməsi. Dərbəndi nə vaxt ələ keçirdilər? İkinci yürüşdə. İkinci yürüşdə, bəli, ikinci yürüşdə. Ona görə o birinci yürüşə aid deyil. Dərbəndin ələ keçirilməsi neçənci ildə olmuşdu? 1250. 39-da. 1239-da, bəli. İkinci yürüş bitən kimi elə Dərbəndi ələ keçirdilər, yürüşü də başa çatdırdılar. Bəli. 4-cü suala da baxın. Dördüncü sual maraqlı sualdır. Görüm tapa biləcəksiniz. Da hansı dövlət, Məhəllədir. hansı sülalə? Yox, 65-də idi o deyəsən. Mələdir. Hansıdır? D. E variantı, bəli. Səlcuqların 1066-cı il, Monqolların 1239-cu illərin ümumi cəhəti Azərbaycan işğalını başa çatdırdılar. Deməli, gəlin belə qeyd edək. Səlcuqlar 1066-cı ildə Şirvanşahları tabe etməklə Azərbaycan işğalını başa çatdırdılar. Monqollar da 1239-da Dərbəndin işğalı ilə nə baş verdi? Ali Bütün Monqol Azərbaycan. xaqanlığını Bəli, yaratdılar. Azərbaycanı işğal etdilər və Ali Monqol xaqanının tərkibinə daxil oldu. Tamamilə doğrudur. Burada məsələn 3-cü yürüşlərini də qeyd etmişəm mən hamısını. Bunların hər birinin hətta əvvəllərində mən tələbələr üçün sınaqlar da hazırlamışam ki, üzərində bayaqları Nurgül qeyd etmişdi, dedim. Belə bir PDF olsa yaxşıdır. Bunu indi inşallah son redaktor işləri qalıb. Onları da göndərəcəm. Hazır əlinizdə vəsait olaraq qalsın. Bir də burada Bütün dövlətlər orada var. Azərbaycan tarixi bəli var. Mənim onu açsaz mənə çox yaxşı olar. Onu axtarıram elə. Narahat olmayın. Redakt edən kimi içində baxın belə xəritələr də var. Məsələn, Xanlıqlar dövrünün xəritəsi var, 13-cü əsr xəritəsi var. Sonra Qaraqoyunlu, Ağqoyunlu dövləti oxuyanda orada xəritə var. 19-cu əsr Çar Rusiyası dövründə Azərbaycan xəritəsi var. Qədim dövrdə Azərbaycanda mövcud olan İbtidai icma cəmiyyətinə aid xəritə var. Onların hamısını göndərəcəmsə, yəni son redaktor işlərini edib ümumi olaraq elə abituriyent qrupuna göndərəcəm. Tələbələr hər biri faydalı olsun. Bir də burada bir məlumatımız var. Həmişə mən deyirəm ki, məlumatlar bir qədər maraqlı olur. Görürsüz, Cəlaləddinin Azərbaycanda siyasətinə qarşı ərəb müəllifi İbn Əl-Əsir. İbn Əl-Əsir Əl-Kamil fi tarix əsərində Cəlaləddin Azərbaycanda o yeritdiyi siyasət, niyə məhz Cəlaləddinə qarşı üsyan baş verdi, onun hamısını qeyd edib. Görürsüz? Deyir ki, onun düşmənçilik etmədiyi, torpağına qoşun göndərmədiyi bir qonşu hakim də qalmamışdır. Deyir, görün nə qədər qonşu dövlətlərə qarşı düşmən bir münasibət bəsləyib ki, ətrafındakı bütün hakimlər ona qarşı idi. Hamı üçün arzu edilməz qonşu idi. Buna görə də qonşuların hamısı onu tərk etdilər və kömək əli uzatmadılar. Kömək əli uzatmadılar nə deməkdir? Yəni, Monqollar 1231-də Cormoğon-Noyonun başçılığı ilə Rey və Həmədan istiqamətindən Azərbaycana gələndə Cəlaləddin qonşu dövlətlərə, ərazilərə, hətta hakimlərə kömək üçün müraciət etdi, amma heç biri kömək etmədi. Çünki zaten Azərbaycan özündə də Cəlaləddinə qarşı üsyanlar baş vermişdi. Deməli, gəlin burada bir dənə xəritə üzərində
Onu da qeyd edeyim. Dedik ki, Azərbaycan 1258-dən sonra daxil oldu Hülakilər dövlətinin tərkibinə, düzdürmü? 5-ci Monqol ulusu Hülakilər. Hülakilərin də paytaxtları var idi. Xəritəyə əsasən hansı paytaxtların yerini deyə bilərsiniz? O xəritədəki hansı şəhərlər Hülakilərin paytaxtı olub? Təbriz olub, Marağa Nədən olub. olmuşdu? Aha, Bir də Sənariyə idi, nə idi adı? bəlkə Sultaniyədir. Hə, Sultaniyə. Sultaniyə. Sonra ən sonda yenidən Təbriz şəhəri Monqolların, Hülakilərin paytaxtı olmuşdu. Bəli. Əsas ərazilər. Yəni ən çox bunlarda baxın, Ərdəbil ərazisidir, Təbrizdir, Marağadır. İndi qeyd edərsiniz ki, bəs Təbriz Marağanı niyə bu istiqamətdə göstərib? Son olaraq təkrar olaraq da deyək. Deməli, Monqolların birinci yürüşündə 3 dəfə xərac verdi hansı şəhər? Təbriz, Təbriz. Bəs bir dəfə xərac verdi? Gəncə, Gəncə. Doğrudur. Cəlaləddin hansı şəhərdə bərpa işləri apardı? Marağa, Marağada. Doğrudur. Hansı şəhər Monqolların 2 həmləsindən sonra 3-cü yürüş, 3-cü dəfə ələ keçirildi? Ərdəbil. Ərdəbil şəhəri. Bəli. Tamamilə doğrudur. Bəs Monqollar birinci yürüşdə Azərbaycanı hansı istiqamətdən tərk etdilər? Dərbənd, Dərbənd istiqamətindən. Cənubdan gəldilər, bəli. Dərbənd istiqamətindən tərk etdilər. Baxın, burada xəritənin üzündə tarixi Azərbaycan torpaqları. Bu xəritənin kənarında yaşıl rənglər görürsünüz. bəli. Bəli. O yaşıl rəngin hamısı tarixi Azərbaycan torpağıdır. Yəni bu xəritə Orta əsrlər dövründən əlimizə gəlib çatan xəritədir. Tarixi Azərbaycan torpaqları görün nə qədər böyük bir ərazi olub. Xəritənin sağ tərəfində Sultaniyə şəhərinin yerini görürsünüz. Bəli. Baxın, Bəli, Sultaniyə Sultaniyə. burada, cənub istiqamətində. Bu sual həmişə mənə tələbələr verir. Mənimlə Sultaniyə deyirlər hardadır? Təbrizi Marağanın yerini bilirik, amma Sultaniyə yerini bilmirik. Baxın, Sultaniyə Aşağıdadır. istiqamətdədir. Bəli. Hülakilərin paytaxtı olan şəhərdir. Baxın, burada qırmızı oxlarla göstərən Cəlaləddinin yürüşüdür. O Monqollar deyil. Cəlaləddin Azərbaycana yürüşü 1225. 25-də olan qırmızı oxlar olan yer Cəlaləddindir. Görürsünüz qırmızı oxlar. O da cənubdan gəlib, şimal istiqamətinə gedib. Amma mavi oxlarla göstərilən yer bu Monqolların yürüşləridir. Yəni xəritədə, kimlər ki xəritədə çətinlik çəkirsə, xəritəni öyrənməyin ən rahat yolu budur. Yəni ox istiqamətində baxırsınız, ən rahat formada da tapmaq olur. Bu da Şirvanşahlar istiqaməti. Şirvanşahlardan niyə burada Bakını bir qədər dairə ilə verib? Səbəb nə ola bilər? Xəritəyə baxın. Şəhər idi ona görə. Haraydı? Şəhər. Aha, yəni paytaxt şəhər. Paytaxt şəhər. Şirvanşahların neçə paytaxtı olub? Deməli, Şirvan, Şamaxı, sonra Bakı. Şirvan, aha, Şirvan, Şamaxı, Bakı. Şirvan, Şamaxı, Bakı. Bəli. 3 dənə Şirvanşahların paytaxtı olub. Və bayaqları o Monqolların birinci yürüşündə Gürcü məsələsində baxın. Bayaq dedim ki, mavi oxlarla göstərilən Monqolların yürüşüdür. Muğandan birbaşa keçdilər, Muğan ərazisindən. Mavi oxları izləyin, Tiflis istiqamətinə getdilər. Gürcü çarı 4-cü Georgini məğlub etdilər, yenidən qayıtdılar Azərbaycana, Atabəy Özbəyi də məğlub etdilər. Bunların ikisini də məğlub etməklərinin səbəbi Monqollara qarşı hərbi ittifaq yaratmaqlarıdır. Yəni bir də testin içərisində bu tipli suallar düşə bilər. Deməli belə. Bunları qeyd etdik, lap yaxşı. Deməli Monqolların birinci yürüşü kəşfiyyatdır, ikinci nə idi? Möhkəmlənmək. Möhkəmlənmək idi. Artıq üçüncüdə nə yaradacaqlar? Vahid Dövlət dövlət. Hülakilər dövlətin, bəli, yaradacaqlar. Bəs mənə qeyd edə bilərsiniz, Hülakilər dövlətinin digər adı nədir? Mənbələrdə Elxanilər. Aha. Necə? Elxanilər dövləti. Elxanilər, bəli. Elxanilər dövləti olaraq adlandırılmışdır. 99 il mövcud olmuşdu. Elxanilər, Bəli. ilin deyə bilərsiniz, neçənci illərdə? 1258-dən 1357-yə kimi. Bəli.
tamamilə doğrudur. 1200 Elxanilər 1258-dən 1350 57. bəli, tamamilə doğrudur. 1357-yə kimi. 1357-də hansı dövlət onlara son qoyur? Yox, yadımdan çıxdı. Deyər, Yadımdan mənə çıxdı. Keçmişik mənə. Qızıl Ordu. Hə, qızıl. Qızıl Ordu tərəfindən müstəqilliklərinə son qoyulur. Qızıl Ordu dövləti 1357-ci ildə. Bunları qeyd etdik. İndi gələn dəfə belə bir sorğu başladarıq. Daha çox sizin də diqqətinizi çəkər. Məsələn, hansı mövzu daha çox diqqətinizi çəkir? Hansı mövzu daha adını eşidəndə deyirsiniz ki, bu mövzunu müzakirə etsək daha yaxşı olar? Səfəvi. Səfəvini etdik axı. Etmədik. Səfəvi Osmanlı. Çox qəşəng mövzu idi. Mən də xoşum gəlir. Səfəvini keçən həftə ilə Səfəvini... Amma Səfəvinin videosu var, baxa bilərsiniz. Mən YouTube-dan linkin göndərərəm, yerləşdirilib. Ona baxa bilərsiniz. Yaxşı mənim. Göndərərəm, orada bütün slaytda hamısını qeyd etmişdik. Hətta mən o slaytda əlavə məlumatlar da demişdim ki, məlumatlar halbuki kitablarınızda yoxdur. Demişdiniz. Gələn səfər ümumi tarixdən bir ölkələrdən. Məsələn, Frank dövləti maraqlı dövlətdir, ya da ərəblər, ərəb xilafəti. 486-da yaranmışdı Frank dövləti. 486-dan sonra, bəli, Suasan döyüşündən sonra yaranmışdı. Bəzi mənbələr deyir ki, tam 5-ci əsr. Əsr olaraq, bəli, tam 5-ci əsri götürür. Suasan döyüşündən sonra yarandı. Belə, bunları ümumilikdə qeyd etdik. Xəritəni göndərəcəm, xəritə də qrupunuzda qalsın. Monqolların yürüşlərini oxuyanda həmin xəritədən baxa bilərsiniz. Heç çətinliyiniz olmasın. Bir dənə keçmiş mövzulardan belə bir sual-cavab aparaq. Kimlər bilirsə sual-cavabda iştirak etsin, əvvəl keçdiyimiz mövzulardan. Deməli, bizim bilirsiniz ki, Ərəb xilafəti zəifləyəndən sonra feodal dövlətlərimiz yarandı, düzdürmü? Hansı feodal dövlətimizin dövründə Xəzər dənizində ticarət gəmiləri üzməyə başladı? Salari. Salarilərin dövründə. Bəli, salarilərin dövründə üzməyə başlandı. Salarilərlə sacirlərin oxşarlıqları nələrdir? Hər ikisinin. Şirvanşahları asılı ala salıb, bir də vahid bir dövlət yaratmışdılar, Azərbaycanı birləşdirmişdilər. Bu və feodal dövlət olmaları, ərəblərin zəifləməsindən sonra yaranmaları. Bəli, tamamilə doğrudur. Hər ikisi Ərdəbil şəhərin paytaxtı olaraq görüblər, düzdür. Sakidə marağa dolub, amma salarilər yalnız Ərdəbil şəhəri olmuşdur. Doğrudur. 1054-cü ildə hansı dövlətlər Səlcuqlarla müqavilə imzaladı? Yəni, müqaviləsi Səlcuqlara tabi oldu. Rəvadilər, Şəddadilər, bir də Tiflis Müsəlman Əmirliyi. Tiflis Müsəlman Əmirliyi, bəli. Baxın, elə o Tiflis məsələsini onun da gəlin. Elə dərsi yekunlaşdırmamışdan əvvəl onun da bir izah edəyin. Baxın, Tiflis məsələsini bir çox tələbələr qarışdırır. Qarışdırmaq məsələləri nədir? Suallar bəzən verirlər ki, müəllim, Tiflis bəs Gürcülərin deyilmi? Belə bir suallar verirlər. İndi gəlin belə bir izah edəyim. Tiflis sözü, bir dəqiqə, mənim deyəsən kameram getdi. Tiflis Əmirliyi 8-ci əsrin 30-cu illərində ərəblər Gürcüstanın şərq istiqamətindən, yəni şərqi Gürcüstanda bir canişinlik yaratdılar. Düzdürmü? Bu da adlanır Tiflis canişinliyi. Mərkəzi də Tiflis şəhəri idi. Və bunun ardıcıllığından 3 dənə sülalə idarədir. Şeybilər, Şeybanilər, Cəfərilər. Yəni Tiflis Müsəlman Əmirliyi onu ərəblər ilə adlandırırdı ki, bu Tiflis Müsəlman Əmirliyidir. Onlar adlandırmışdı. Və o da təxminən 8-ci əsrdən mövcud olub, artıq tam Tiflis Müsəlman Əmirliyi müstəqillik əldə edib 9-cu əsrdə. 8-ci əsrdə mövcud olub, yəni orada ərəblər orada canişinlik yaradırlar, amma tam 9-cu əsrdə Tiflis Müsəlman Əmirliyi müstəqil siyasət aparır. Neçənci ilə qədər? 1122-yə qədər. 1121, 21-də Didqori döyüşü olur. 22-də artıq nə edirlər? Ləğv edirlər. Ləğv olunur. 22-də artıq ləğv edirlər və artıq tamamilə Gürcüstan tərkibində qalır. Gürcü olaraq Gürcüstan tərkibində qalmışdır.
Bir də düzdür, bu gün Monqollardan da, amma istəyirəm tələbələrlə daha çox qarışdırdığı o məsələləri də deyim. Bunları qeyd etdik. Bir də iki şəhərin müqayisəsini deyim sizə. İslam dünyası ilə Xristian dünyası arasında kəskin qarşıdurma yeri hansı ərazi idi? Aynen. İslam dünyası ilə. Deməli, bu günləri mən tələbələrin sınağına baxıram. Sınaqda da elə bir sual düşmüşdü. Onlar da sual verir ki, müəllim, biz bunu necə qarışdırmayaq? Deyirəm, çox rahat formada başa düşə bilərsiniz. Baxın, biri var İslam dünyası ilə Xristian dünyası arasında strateji qalaydı. Bir də var İslam dünyası ilə Xristian dünyası arasında kəskin qarşıdurma yeri idi. Kəskin qarşıdurma yeri Şəkidir. Bu söhbət 9-cu əsrdən gedir. Niyə Şəki kəskin qarşıdurma yeri idi? Çünki Gürcü kilsəsi həmin dövrdə Şəkidə yaşayan Xristian Alban əhalisini gürcüləşdirmək istəyirdi. Onları öz təsir altına salmaq istəyirdi. Buna görə deyirlər ki, Şəki İslam dünyası ilə Xristian dünyası arasında 9-cu əsrdə kəskin qarşıdurma bölgəsi idi. Çünki elə Şəki hakimliyi 9-cu əsrdə yaranıb. Gəncə nə idi? Gəncə şəhəri İslam dünyası ilə Xristian dünyası arasında strateji qalaydı. Deməli, Şəki oldu kəskin qarşıdurma yeri, Gəncə oldu strateji qala. Hə, Gəncəni desəz ki, birdən müəllim, bəs biz Gəncəni necə yadda saxlayaq? Strateji qalaydı. Gəncənin qala qapılarından. Təxminən elə yadda saxlayın. Qala qapıları hardadır? Qala qapıları Gəncədir. Gəncənin qala qapıları hansı dövlətə aiddir? Şəddadilər. Şəddadilər, bəli. Şəddadilərdə Şavrun dövründə orada qala qapıları düzəltmişdi. Neçənci ildə? 1063. 1063-də, bəli. Gəncənin qala qapılarını düzəltmişdi. Buna bəzən Gəncə darvazaları da deyirlər. Onun biri bizdədir, yoxsa deyil? Bizdə deyil. O aparmışdılar Gürcülər deyəsən. Bir qapısını, qapının bir tərəfini aparıblar. Qapının bir tərəfini aparıblar və strateji o Gəncə qalası sözündən, Gəncənin qala qapıları sözündən elə yadda saxlayın. Gəncə İslam dünyası ilə Xristian dünyası arasında strateji qaladır. O qala qapıyı da necə apardılar? 1139-cu ildə Gəncədə zəlzələ olur. Zəlzələ nəticəsində Gürcü çarı 1-ci Dimitri yürüş edir və şəhər qarət olunur. Oradakı qala qapının da bir aparılır. Hal-hazırda harda saxlanılır qala qapı? Gürcülərdə. Gürcüstanda Kutays şəhərində Gelat monastırında saxlanılır. Kutays şəhərində Gelat monastırında saxlanılmışdır. Tarix maraqlıdır. Çox maraqlıdır. Keçmişi olsun, baş verən hadisələrdir. Tarix yalnız siyasəti öyrənmir. Siyasi, iqtisadi, sosial, mədəni bir çox sahələri özündə birləşdirib. Monqolların yürüşü Azərbaycan üçün nəticələr oldu mu? Bəli, nəticələr oldu. Birinci, ikinci yürüşün çox ağır nəticələr oldu ki, bir çox şəhərlərimiz bir daha özünə gələ bilmədi. Necə özünə gələ bilmədi? Yəni, necə ki, Slavyanlar gəldi 944-də Bərdəni qarət etdi, düzdür? Bərdə şəhəri uzun müddət özünə gələ, yəni öz əvvəlki gücünü bərpa edə bilmədi. Monqollardan sonra da, yürüşlərindən sonra da şəhərlərin əksəriyyəti ciddi dağıdılmış vəziyyətdə qaldı. Onları bərpa etmək lazım idi. Cəlaləddinə bəzən deyirlər ki, müəllimə, Cəlaləddin gəldi 1225-də Marağanı bərpa etdi. Müəllim, Marağaya nə olmuşdu ki, Marağanı bərpa etdi? Bəs birinci yürüşdə Monqollar nə etmişdi? Dağıtmışlar. Bəli, dağıtmışdılar Marağanı. İndi Cəlaləddin də bir yaxşılıq etdi. 1225-də gələndə Marağanı yerli əhalinin tərəfinə çəkmək üçün bərpa etdirdi. Yəni, Marağa əvvəl Monqollarda dağıdılmışdı, Cəlaləddin ona görə bərpa etdi. Hə, Cəlaləddin o bayaqki mən sizə dərsdə yazdırdığım test, o da düşür testlərə. Hətta qəbula da düşə bilər ki, Monqolların ikinci yürüşünə aiddir, Cəlaləddin Azərbaycanda hakimiyyətinə son qoyuldu. Yəni, onlar gələdi və Cəlaləddin Azərbaycanı tərk etdi. Buna da səbəb nə oldu? Monqolların ikinci yürüşü. Belə. Əsas qeyd etdiyimiz hissələr bunlardır. Əlavə olaraq kimə nə qaranlıq qaldı? Xəritəni də qrupa göndərəcəm, ona baxarsınız. Tarixdə əsasən çətinlik çəkəndə, mən tələbələrə bir tövsiyəm var. Çətinlik çəkəndə heç vaxt geri çəkinməyin. Davamlı olaraq təkrar edin. İnanın, davamlı olaraq təkrar etsəz, siz tarixdən əl çəkməsəz, tarix də sizin yadınızdan çıxan deyil.
İstər-istəməz adi bəzən illəri oxuyuruq, xronologiya oxuyuruq, deyirik ki, insan həqiqətən başa düşürəm tələbələr. Deyirlər müəllim yoruluruq. Niyə? Çünki xronologiya, illər, hadisələr çoxdur. Gündəlik həyatda insan bəzən həftənin günlərini qarışdırır. Deyir, bugün neçənci gündür? Həftənin günlərini qarışdırır. Amma davamlı olaraq təkrar edəndə nə olur? İstər-istəməz yadda qalır. Və təkrar edəndə mən həmişə onu deyirəm. Çalışın müzakirələrdə iştirak edin. Öz qrup yoldaşlarınızla, fərqi yoxdur, sinif yoldaşlarınızla, məktəbdə olsun, fərqli hazırlıq, öz hazırlıqlarınızda olsun. Müzakirə aparın. Müəllimlər bəzən diqqət edirəm, mövzunu sual soruşur, yekunlaşır. Belə olmaz. Dərsin sonuna bir 10 dəqiqə, 15 dəqiqə qalmış, mövzu haqqında ümumi müzakirələr getməlidir. Tələbələr suallarını verməlidir, xəritə üzərində izahlar olmalıdır. Baxın, mən bayaqları qeyd etdim. Monqolların oxlarından işarələri. Dedik, qırmızı oxlar Cəlaləddinin yürüşüdür, mavi oxlar Monqolların yürüşüdür. Belə. Əsas qeyd edəcəklərim bunlardır. Əlavə kimisə sualı varmı? Xeyr. Xeyr müəllim. Yox, sonda sağollaşıram. Gecəniz xeyrə. Necə çətinliyiniz, sualınız olsa yazarsınız, cavablayaram. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.